Gördüğünüz bax bu ovalıq Kəpəz və Murov dağları, silsilələri arasında olan geniş bir vadidir. Bu çay isə Murov dağ silsiləsinin demək yüksəkliklərindən gələn çaydır. Məqsədim bu bölgədə olan ən qədim tağlı körpünü sizə göstərməkdir. Demək olar ki, bu körpünü heç kim çəkməyib və çox az adamlar bunun yerini bilir. Körpü qədim tağlı körpüdür. Bu gördüyümüz çay isə Goranboy istiqamətində axmaqdadır. İndi birazdan həmin körpünün yanına inək və körpünün hansı formada tikildiyinə yaxından diqqət yetirək. İki böyük nahiyəni birləşdirən bu körpü çox möhtəşəm və çox gözəldir. Həmişə olduğu kimi o zamanki kişilər, insanlar da bu körpünü qayanın, çayın ən dar keçdiyi bir ərazidən, yəni qayalıq hissələrin yaxın olan yerində tikiblər. O hissədə isə ərəbcə yazılar var. İndi yaxınlaşıb həmin yazıların da yaxından görülməsini çəkəcəyəm. Beləliklə qərb bölgəsində dəniz səviyyəsindən ən yüksək yerdə olan tağlı körpünü görürsünüz.